Gəlin bugün sizə Afnan tributu ətri haqqında məlumat verim. Bu ətir ümumiyyətlə şərqli, ədviyyatlı və ağac notlu bir kompozisiyaya malikdir. Üst notlarında, yəni ilk hiss olunan qoxusunda zəfəran, qara bibər və portağal çiçəyi hiss edəcəksiniz. Bu qarışıq ilk anda biraz isti, biraz ədviyyatlı və şirin odunlu bir açılış yaradır. İlk püskürtdükdə biraz ud, yəni ağac qətranı kimi dərin qoxu və amber havası gəlir. Çox fərqli və diqqət çəkici. Və bir neçə dəqiqə sonra orta notlar ortaya çıxır. Gül, yasəmən və dəri. Bu mərhələdə ətir biraz daha yumşalır, daha zərif və romantik. Ədviyyat hissi azalır, yerini isti, dəri ilə qarışıq gül notuna verir. Aşağı notlar, yəni ən sonda qalan qalıcılıq hissə. Ud ağacı, paçuli, əmbər və müşk. Burada artıq ətir dərin, isti və kişi xarakterli olur. Qoxu geyimlərinizdə bəzən 2 gündən çox qala bilir. Əgər ağır, ciddi və xarakterli qoxular xoşunuza gəlirsə, bu qoxu, bu ətir sizin üçündür. Daha çox payız və qış aylarına uyğun olsa da bizim müştərilərimiz bu ətri 4 fəslin 4-ündə də sifariş verirlər. Əgər siz də sifariş vermək istəsəniz, Instagram üzərindən və ya Instagrama yazaraq əlaqə nömrəsi ala bilərsiniz.